Bugünkü mövzu periferiya qurğularıdır. Zəhmət olmasa mikrofonları bağlı saxlayın. Sualınız olanda açarsınız. Periferiya qurğuları. Periferi qurğular dedikdə kompüterə kənardan qoşulan qurğular nəzərdə tutulur ki, periferik qurğunu əlavə etmək üçün driver və kontrollerdən istifadə olunur. Kontroller xarici qurğuları qoşmaq üçün istifadə olunan mikrosxemlərdir. Driver isə həmin qurğunu kompüterə tanıdan proqramdır. Məsələn, skaner qoşuruq kompüterimizə, amma heç bir reaksiya yoxdur kompüterdə. Bu halda məlum olur ki, həmin skanerə uyğun drayveri, yəni həmin proqramı yükləmək lazımdır ki, əlaqə yaradılsın. Periferik qurğular özü üç növə bölünür. Giriş qurğuları və yaxud da daxil etmə qurğuları, çıxış qurğuları, xaric etmə qurğuları, giriş-çıxış qurğuları həm daxil etmə, həm də xaric etmə qurğuları adlandırılır. Giriş qurğuları informasiyanı daxil etmək üçün istifadə olunur ki, bir neçə növdə xarakterizə olunur. Məsələn, klaviatura. Klaviatura demişdik kompüterin əsas qurğularından olub, informasiyanı kompüterə daxil etmək üçün istifadə olunan giriş qurğusudur. Klaviatura üzərində Klaviatura üzərində yuxarı hissədə yerləşir, baxın bu hissədə yerləşir funksional düymələr. F1-dən F12-yə qədər müəyyən funksiyanı yerinə yetirən düymələrdir. Bundan başqa MIDI klaviatura var ki, musiqiçilərin istifadə etdiyi səs klaviaturası da adlandırılır ki, bu klaviatura səs platasından təchiz olunub. Bundan başqa klaviaturada xidməti düymələr, köməkçi düymələr, funksional düymələr və hərf rəqəm klavişləri var. Əsas bu hissələrdə diqqətli olun. Testlərdə və yaxud da ki, sorğu-sualda soruşacağam mütləq şəkildə. Escape yuxarıdan sol tərəfdə yerləşir ki, rejimdən çıxmanı bildirir. Məsələn, Word-i keçəndə deyəcəm, yalnız oxunma rejimini açanda, read-only rejimini açanda, həmin rejimdən çıxmaq üçün Escape-dən istifadə olunur. Ümumilikdə, hər hansı bir rejimə, tam ekran rejiminə daxil olmuşuqsa, həmin rejimdən imtina, yəni geri çəkilmək üçün Escape düyməsindən istifadə olunur. Caps Lock hərf rejimini dəyişir. Yəni, tək Caps Lock basılı qaldıqda kiçik hərfi böyük hərflərlə yazır. Amma Shift-lə basılı qaldıqda ancaq kiçik hərflə yazmış olur. Kontrol düyməsi idarə etmə düyməsi tək işləmir. Məsələn, Ctrl-A bütün mətni seçirdi, Ctrl-C kopyalamadır, Ctrl-V yapışdırmadır, Ctrl-X kəsmədir. Bunların hamısını Word-də əlavə yenidən keçirsəm, sadəcə bilin ki, təklikdə kontrol heç bir funksiyanı daşımır. Müəyyən kombinasiya şəklində istifadə edirik. Win düyməsi var ki, burada yerləşir. Win düyməsi Windows, yəni Start menunu, başlanğıc menunu, pusku açmaq üçün istifadə olunur. Enter təsdiq düyməsidir. Hər hansı bir məlumatı daxil etmək üçün istifadə olunur. Word proqramında Enter vurduqda kursor dayandığı yerdən kəsib mətnin sonrakı hissəsini atacaq növbəti abzasa. Backspace soldakı olan simvolu silir. Bir simvol sola silmək üçündür. Delete isə sağdakı olan simvolu silmək üçün istifadə olunur. Boşluq bu uzun düyməmiz spacebar adlanır ki, bir probel boşluq qoyur. Bir də burada tab düyməmiz var ki, tab düyməsi vasitəsilə 8 ASCII kodu qədər, yəni 8 simvol qədər boşluq qoya bilirik. İndi keçək funksional düymələrə. Funksional düymələr F1 kömək pəncərəsini açır, help düyməsidir. F2 rename faylın adını dəyişmə zamanı, faylın qovluğun adının dəyişdirilməsi zamanı istifadə olunur. F3 axtarış pəncərəsini açır. Alt F4 olanda cari pəncərədən çıxış verir. Ctrl F4 olanda proqram pəncərəsindən çıxış verir. Bu nə deməkdir? Tutaq ki, Word-da bir sənəd açırıq. Cari pəncərəni bağlamaq üçün istifadə edirik Alt F4-dən. Amma proqram arxa fonda qalır. Amma Ctrl F4-ü vuranda ümumi proqramı da bağlamış olur. Daha sonra F5-in funksiyası refresh-dir, yenilənmə funksiyasını daşıyır. Daha sonra bu hissədə page up, page down düymələri yerləşir ki, bir səhifə yuxarı, bir səhifə aşağı endirmək üçün istifadə olunur. Bu hissədə numlock düyməsi yerləşir ki, rəqəm klavişini aktivləşdirir. Ins düyməsi yerləşir ki, hər hansı bir simvolların, klaviaturada olmayan simvolların daxil olunması üçün istifadə olunur. Print screen var ki, hal-hazırda cari ekran səhifəsini mübadilə buferinə göndərmək üçün istifadə edirik. Bura qədər qaranlıq hissəniz var. Xeyr.
Tamam, davam eləyək. Bundan başqa kompüterin əsas qurğularından biri də demişdik mausedur. Mouse 3 düymədən ibarətdir. Sağ düymə, sol düymə və ortadakı deyircək. Sağ düymə kontekst menunu açmaq üçün istifadə olunur. Sol düymə təsdiq düyməsidir və ortadakı dairəcik isə deyircək belə deyək. Deyircək isə hərəkət etdirmək üçün, yuxarı-aşağı hərəkət etdirmək üçün istifadə olunur. Mausun müəyyən növləri var ki, məsələn, adətən oyunlarda istifadə olunur və yaxud da ki, qrafiki planşetlərdə istifadə eləyirik ki, bu trackballdur, touchpaddir, joypaddir, gamepaddir, joystickdir və s. Bunlar istifadə olunur adətən oyunlarda. Amma pen mouse isə istifadə edirdik qrafiki planşetlərin yazılması üçün. Daha sonra davam edək. Növbəti skaner qurğumuzdur. Skaner informasiyanı, kağız üzərində olan informasiyanı kompüterə daxil etmək üçün istifadə olunur. Skanerlə printeri qətiyyən qarışdırmayın. Skaner daxil etmə qurğusudur. Kağız üzərində olan informasiyanı daxil edir. Amma printer xaric etmə qurğusudur. Məlumatı kağız üzərindən çap eləyir. Skanerlərin iki növü var. Əllə işləyən stolüstü skaner. Əllə işləyən skanerlər bahalı skanerlər sayılır ki, adətən marketlərdə istifadə olunan ştrix-kod skanerləridir. Stolüstü skanerlər isə böyük ofislərdə istifadə olunan skanerlər sayılır ki, məsələn, onda 3 növ var. Flatbed, overhead və sheetfed. Flatbed deyəndə kağız vərəq skanerin şüşəsi üzərinə sərilir. Sərilmə vasitəsilə qapaq örtülür və bu halda oxuyucu vasitəsilə kompüterə məlumat daxil olunur. Sheetfed dartılmadır. Demək şəkillər olmalıdır burada. Sheetfed dartılmadır. Dartılma vasitəsilə vərəqlərin skaner aparatının içərisindən keçir və digər tərəfdən çıxır ki, bu da həmin oxuyucu vasitəsilə məlumatı kompüterə daxil edir. Overhead var ki, baxın, yuxarıdan oxuyucu yerləşdirilir və kitab tərsinə qoyulur. Tərsinə, yəni başayaq yerləşdirilir, adından da görünür. Başayaq yerləşdirilir və oxuyucu yuxarıdan onu oxumuş olur. Adından da görünür. Flatbed, bed çarpayı sözündən sərilmə ilə yadınızda saxlaya bilərsiniz. Overhead isə başayaq yerləşdirmə ilə. Davam eləyək. Qrafiki planşet, digitizer digər adı, adətən rəsmləri, çertyojları çəkmək üçün istifadə olunur. Mikrofon, səs informasiyasını kompüterə daxil etmək üçün istifadə olunur. TV tuner, hər hansı TV siqnallarının qəbulu üçün istifadə olunur. Web kamera, görüntünü kompüterə daxil etmək üçün istifadə olunur. Məsələn, testlərdə sizin qarşınıza çıxa bilər və yaxud da ki, soruşulanda. Görüntünü kompüterə daxil edən qurğular hansıdır? Bir skanerdir, qrafiki şəkildə daxil edir. Bir də web kameradır ki, informasiyanı daxil etmək üçün istifadə olunur. Keçək çıxış qurğularına. Çıxış qurğularından kompüterin əsas hissəsi olan monitor. Monitor kompüterdəki informasiyanı əks etdirmək üçün istifadə olunan çıxış qurğusudur ki, monitorun ölçüsü düyümlərlə ölçülür. Bir düyüm 2,54 sm və yaxud da ki 25,4 mm-dir. Monitorun növləri var. Bunlara diqqət edin. Elektron şüa borulu, maye kristallı, bir də LCD plazmalar. Daha sonra davam eləyək. Printerlərə. Printerlərdən əsas öyrənəcəksiniz portları, hansı portla qoşulur. Printer və skaner yüksək sürət tələb etdiyinə görə LPT və USB portu vasitəsilə qoşulur. Keçən dərsdə bildirmişdim ki, LPT yeganə paralel portdur və bu paralellik də ona üstünlüyü onda qazandırır ki, sürət tələb edən qurğuları qoşur həmin LPT portu vasitəsilə. Printerlər dedik ki, informasiyanı kağız üzərinə çap edən qurğudur. Xaric etmə qurğusudur. Printerdə adətən A4-dür, A5, A3 formatlı vərəqlər üzərinə çapdan gedir söhbət. Printerlər işləmə prinsipinə görə iki yerə bölünür. Zərfli və zərfsiz printerlər. Adlarını əzbərləməyiniz kifayətdir. Zərfli printerlər litel və matrislidir. Zərfsiz printerlər isə şırnaqlı, termiki və LED və yaxud da lazer tipli printerlər adlandırılır. Matris tiplərdə belə deyim, nöqtələr var ki, həmin nöqtələr vasitəsilə, iynələr vasitəsilə daxil olunur. Literlərdə eyni prinsip əsasında işləyir.
Amma şırnaqlı printerlərdə xüsusi belə deyim, şırnaqlar olur ki, həmin mürəkkəb daxil olunur şırnaqlara, şırnaqlar vasitəsilə püskürdülür. Püskürdülmə zamanı çap meydana gəlir. Bundan başqa termoprinterlər var ki, qızdırılma hesabına baş verən printerlərdir ki, termiki qızdırılmaya davamlı olur. Daha sonra lazer printerlər isə lazer vasitəsilə daxil olunan informasiyada belə deyim, kağızların lazerlə çap olunmaya çıxarır. Müəllim, o printerlərdən indi biz istifadə etdiyimiz hansıdır? Müxtəlif növlərdən istifadə edilir. Lazer printerlərdən də istifadə olunur. Şırnaqlı printerlərdən də. Amma matrislə Hmm. literlərdən o qədər istifadə olunmur. Literli daha səs-küy olur. Çünki onun Aha. belə deyim də iynəsi tak 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 vurur. Ona görə Hmm. literlidə, matrislidən çəkic vasitəsilə olduğuna görə və səs-küy idarədə səs-küy yaratdığına görə o qədər də istifadəyə verilmir. Adətən zərfsizlərdən, şırnaqlı, termiki və lazerdən istifadə olunur. Aha, Evet. aydın oldu. Daha sonra plotter. Plotter eynilə printerin xüsusiyyətini daşıyır. Sadəcə plotterdə məsələn reklamdır, afişadır, müəyyən təqdimatlardır ki, plotter böyük ölçülü ə, çaplar zamanı plotterdən istifadə olunur. Plotterlər ə, belə deyim, adətən reklam manşetlərinin çıxarılması zamanı istifadə olunur. Texnologiyasına görə növlərinə ehtiyac yoxdur. Daha sonra akustik sistemlər. Akustik sistemlər kolonkalar, spikerlər, səs ucaldan, səs uca danışan və s. Bunlar akustik sistemlər adlanır. Mütləq bu hissələri əzbərləyin ki, testlərdə qarşınıza çıxanda qarışdırmayın. Bəzən uca danışanı və yaxud da ki, spikeri tələbələr daxil etmə qurğusu kimi götürür. Xeyr, xaric etmədir. Proyektor. Proyektor dedik ki, kompüterin ekranda olan informasiyanı hər hansı bir səth üzərinə, müstəvi səth üzərinə əks etdirmək üçün istifadə olunan xaric etmə qurğusudur. Bundan başqa giriş-çıxış qurğuları var ki, həm girişi, həm çıxışın funksiyasını özündə cəmləşdirir. Məsələn, modem. Modem modulyasiya və demodulyasiya sözlərinin birləşməsindən yaranıb, analoq informasiyanı rəqəmsal informasiyaya çevirmək üçün istifadə olunan giriş-çıxış qurğusudur. Telefon xətti vasitəsilə qoşulur və rəqəmli elektrik siqnallarını alır, modem özündə cəmləşdirir və müəyyən telefonlar olsun, kompüterlər olsun, çevirici qurğu vasitəsilə onlara ötürür. Daha sonra sensor monitor. Sensor monitor həm monitor vasitəsilə görüntünü təmin edir, həm də daxil etməni yerinə yetirən qurğudur. Bir də fax modem var ki, informasiyanı həm daxil etmək, həm də xaric etmək kimi istifadə olunur. Periferik qurğulardan bu qədər. Davam edək yaddaş qurğuları ilə. Yaddaş funksional baxımından iki yerə bölünür. Daxili yaddaş və xarici yaddaş. Daxili yaddaş qurğularının bir hissəsi enerjidən asılı olan yaddaşdır. Bir dənə ROM var ki, enerjidən asılı olmayan yaddaşdır. Başlayaq nədən? Daxili yaddaş qurğuları. Registr yaddaş. Registr yaddaş əməli yaddaşa müraciəti sürətləndirmək üçün müəyyən prosesor üzərində oyuqlar var ki, nöqtələr. Həmin yaddaş registr yaddaşdır. Əməli yaddaşla işləyən zaman registr yaddaşın oyuqlarında saxlanmanı təmin edir. RAM demişdik, əməli yaddaşdır. Random Access Memory adlanır ki, müvəqqəti yaddaş, operativ yaddaş, əməli yaddaş adlandırılır. Hal-hazırda kompüterlə işləyən zaman istifadə olunan yaddaş əməli yaddaşdır. ROM daimi yaddaşdır, read-only memorydir, yalnız oxuna bilən yaddaşdır. Yəni biz ora heç bir məlumatı daxil edib və yaxud da ki, çıxara bilmirik. Keş yaddaş əməli yaddaşla işləməni təmin edir. Keş yaddaşın 3 növü var ki, level 1, level 2 və level 3 formatında dəyişir. CMOS vaxt tarix konfiqurasiyanı yadda saxlamaq üçün istifadə olunur. CMOS enerjidən asılı olan yaddaşdır. Məsələn, siz deyə bilərsiniz ki, bəs enerjidən asılıdırsa, bizim vaxt və tariximiz hər dəfə söndürüb yandıranda niyə dəyişmir? Bir fikriniz var? Deyirik ki, CMOS enerjidən asılı olan yaddaşdır. Yaxşı, razıyam. Bəs kompüteri söndürdüm, yandırdım. Amma saat normal saatı göstərir. Bu nə ilə bağlıdır? Onun daimi yaddaş var da kompüterin içində. Ondan əlaqəli deyil, yoxsa necə? Daimi yaddaşa yox.
Ə, Baterikası var içində. Bataryası. Hə, Hə, baterikası. oxumuşdum. Bəli, bəli, Bateriya olmasa zavod parametrlərinə qayıdır. Bəli, bəli. Ə, Məsələn, əgər deyirik ki, KMOS işləmir, 90% ehtimalla onun içindəki bateriyasının istifadə müddəti bitmişdir. Daha sonra daxili yaddaş qurğusu kimi flash yaddaş var ki, bu enerjidən asılı olmayan yaddaşdır. Flash kartla flash yaddaş qarışdırmayın qəti şəkildə testlərdə düşür çaşdırmaq məqsədi ilə. Bundan başqa video yaddaş var ki, video yaddaş da enerjidən asılıdır. Videoları müvəqqəti yadda saxlamaq üçün istifadə olunur. Keçək xarici yaddaş qurğularına. Xarici yaddaş qurğuları birinci gəlir HDD. Sərt disk, Winchester, hard disk adlandırırıq ki, kompüterin daxilində yerləşməsinə baxmayaraq yeganə yaddaş qurğusudur ki, ə, xarici yaddaş qurğusu adlandırırıq. HDD ümumiyyətlə xarici yaddaş qurğularının funksiyası informasiyanı uzun müddət saxlamaq məqsədi güdür. Bundan başqa SSD var ki, HDD ilə eyni funksiyasını daşıyır. Qat-qat sərt disklərdən ibarətdir. SSD də, HDD də. Sadəcə olaraq SSD-nin həcmi və sürəti HDD-yə nisbətən 2-3 dəfə çoxdur. Bundan başqa maqnit lent qurğusu gəlir ki, streamer digər adı yeganə virus düşməyə yaddaş qurğusudur. Keçən dərs demişdik, köhnənin toy kasetləri var idi, mahnı kasetləri. Yeganə yaddaş virus düşməyə yaddaş Virüs düşmür. Bəli. amma təhlükəsizlik baxımından çox zəif yaddaş qurğusudur ki, istənilən anda lenti qırıla bilirdi və qırıldısa informasiya silinirdi tamamilə. Bundan başqa CD var ki, kompakt diskdir. Yalnız səs informasiyasını daxil etmək üçün istifadə olunur. CD-nin də iki növü var idi. CD-R, CD-RV. CD-R olanda yalnız bir dəfə yazılırdı, silmək mümkün deyildi. DVD-R də eyni funksiyanı daşıyır, yəni yalnız bir dəfə yazılırdı, silmək mümkün deyildi. CD-RV və DVD-RV-də isə istənilən qədər yazıb silmək mümkün idi. Bundan başqa CD ilə DVD-nin fərqi onların həcmində idi. CD-lər 650-700 megabayt arası dəyişirdi. DVD-lər isə 4.7 GB-a qədər yaddaş tutumuna malik idi. Bir də CD ilə DVD-nin fərqi CD-də yalnız səs informasiyasını daxil etmək olurdu. DVD-də isə həm səsi, həm görüntünü daxil etmək mümkün idi. Növbəti gəlir disket, floppy disk, FTD, elastik maqnit disk. Eyni adlardır. Yaddaş tutumu 1,44 megabayt idi və yaddaş baxımından müasir dövrdə istifadə olunmur. Bir də flash kart var ki, flash kart gündəlik hamımızın istifadə etdiyi xarici yaddaş qurğusudur. HD haqqında danışdıq. Bu qədər xanımlar. Yaddaş qurğularımızdan da bu qədər.